Orucları haqqında. Birinci tövsiyəm oruç tutağın. İndi səhhəti ilə bağlı oruç tutmayanlar, həkim tapşırıb ki, olmaz, doğruna görə ciddidir də təsir, ziyanı var onun. Yaxşı, o neynəsin? Peyğəmbərdən hədisi gündə bir dənə çörək sədəqə versin. Çörək misaldır da, indi başqa nə sədəqə verir. Hər gün sədəqə çıxart bu niyyətə ki, Allah mən orucu tuta bilmədim, amma sədəqə verirəm. Bu sənin o tuta bilməyənlər üçün. Qəzası olanlar qəzasını tutsun da, müstəhəb tuta bilməzlər. O kəslər ki, qalıb orucları sona qədər qutarın. Keçən aydan qalan qəzalar varsa, keçən ildən qalan qəzalar varsa, Ramazana qədər daha onları qutarın. İmkanınız varsa saxlamayın qəza orucu. O təsiri var gedişatımıza. Yaxşı, hər kəs bir gün oruç tutsa bəsin. İman üzündən, imanla, ilahi rızayəti qazanmaq üçün. Allahın xüsusi rızayətinə yetişər. Gündə bir dənə oruç tutsun, hələ bir başqa hədisdir. Məsələn, bir gün tutsun nədir, 7 gün tutsun nədir, bax deyirəm, bir gün tutsun, cəhənnəmdən 1 il məsafə qədər uzaqlaşarsan. Nə deməkdir bu bir söz? Bəzi vaxtlar bəşər cəhənnəmin astanasındadır, dayanıb ağzında. Belə eləsə düşər ora. Bir dənə vəzifəsi lazımdır, yıxılsın ora. Bir dənə xırda məyusluq yetər ki, çırpılsın ora. Bir dənə günah qalıb ki, ayağı büdürsün, düşsün ora. Çünki çuxurun yanındadır da. Misaldır da bu. Allah deyir, kim əgər bir gün Rəcəbdən oruç tutsa, elə bil o yaxınlıqdan uzaqlaşır. Elə şeytan gətirə çatdırıb ora. Bir dənə belə itəlib salacaq ora. Sən əgər bir gün Rəcəbdə oruç tutsun, o bir gün səni uzaqlaşdırır 1 il məsafə qədəri. Çəkir, elə bil onun səylərini, olan bütün səylərini dağıdır. Bu bütün hazırlayıb ki, bunu günaha çəksin. Bir dənə kəlmə qalıb ki, deyəcək, düşəcək o bataqlığa. Orada Allah Taala bir dənə Rəcəbin orucunu götürür, gətirir, atır, o tərəfə, geç o tərəfə. Allaha qurban olum. Onun bir günü budur.